Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əziz müminlər, Allahın izni ilə məsələmizi davam edirik. Demişdik ki, bir şəxs namazı qəsr qılmalı olduğu halda tam qılıb və bilərəkdən qəsdən eləsə batil, amma səhvən qılsa hökmü nə olar? Onu inşallah 3 surətini oxumuşduq. Bugün də inşallah 4-cü surəti oxuyarıq ki, görək bu halda şəxsin vəzifəsi nədir? Seyyid buyurur ki, 4-cü yer nədir? Bismillah. Ən yəkunə zalik li nisyanihi səfərihi av vücubil qəsr ələl müsafir. Şəxs bilir, səfərə gedir, namazı qəsr qılmalıyam və s. Amma qəsri tam qılıb, bilməyib, namazı bütöv qılıb. Səbəb nədir? Linisyanihi. Unutqanlıq səbəbi ilə. Şəxsdə olan unutqanlıq səbəbindən yəni namazını tam qılıb. Unudub ki, səfərdədir. Elə bilib ki, elə vətənindədir. Mən yaxın yerdəyəm, uzaq yerdə deyiləm. Avvucubil qəsr ələl müsafir. Yaxud yadından çıxıb ki, mən müsafirəm, namazımı qəsr qılmalıyım. Unudubdur. Elə tam qılıbdır. Seyyid buyurur ki, bu surətdə, yəni səfərini unudub namazı tam qılsa və yaxud da müsafir olduğunu bildiyi halda qəsr qılmağı unudub tam qılıbsa, bu surətdə fəfi hazihi surə təcibul iadə fil vəqt. Vaxt daxilində bilsə əgər nədir? Namazını gərək təzədən qılsın. Və la yəcibul qəza izə təzəkkərə bədə mudiyyil vəqt. Amma vaxt çıxdıqdan sonra bilsə, qəzasını qılmağa ehtiyac yoxdur, səhihdir. Bir dənə vaxt daxilində bilsə, yadına düşsə, məsələn, qılıb, yarım saat sonra yadına düşür ki, mən qəsr qılmalıydım axı. Mən niyə tam qılmışam? Durub təzədən namazını qəsr halında qılmalıdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.